Hər vaxtınız xeyir əziz dördüncülər, videonu izləyən valideynlər və müəllimlər, hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video izah, keçən video izahın davamı olacaq. A variantını biz birlikdə həll etmişdik. İndi isə B və C variantını birlikdə təhlil eləməyə çalışacaq. Uşaqlar, hansı izahların olmağını istəyirsinizsə kanalda videonun şərh bölməsində yazaraq bizə bildirə bilərsiniz. Bilək ki, hansı tapşırıqlar üzrə tələbat daha çoxdur, yəni hansı izah daha çox işinizə yarayar, o yöndə izahlara davam edək. İndi isə vaxt itirmədən başlayaq tapşırıqlara. Birinci tapşırıqda bizə deyir ki, sahə modelində baxın, hansı hasil təsvir olunub? Təbii ki, 10 üstəgəl 9, yəni 19 vurulsun 20 üstə 8, 28, yəni 19 vur 28 A variantında bizə verilmişdir. İkinci tapşırıqda bizə deyir ki, hansı ədəd 143-dən 65 dəfə böyükdür? 143-ü vurarıq 65-ə. Özünüz də həll edib cavabı ala bilərsiniz. Təbii ki də olacaq 9295, 9295. Yəni C variantı olmuş olacaq. Daha sonra üçüncü tapşırığa baxırıq. Hasili soruşur bizdən. Yəni 198-i vuraq. Biraz səliqəli yazım. 198 vurulsun 307-yə. Bunun da cavabı bərabərdir. Deməli uşaqlar 60786-ya, yəni A variantına. Doğru variantı seçin. Doğru variantı seçin deyirsə uşaqlar, burada doğru variant C variantı olacaq. Keçək digərinə. Mən vaxtınızı çox almaq istəmirəm, yəni bir-bir vurmaq istəmirəm. Çünki vurma və bölmə asan mövzu olduğuna görə sadəcə qaydasını sizə başa salıram. Siz özünüz istəsəniz videonu dayandırıb testləri həll edib düzgün cavabı elə seçə bilərsiniz. Sadəcə video qısa olsun deyə, sizi yormasın deyə üstündən keçirəm. Siz özünüz istəsəniz qaralamanızda və yaxud ayrı dəftərdə özünüz üçün edə bilərsiniz. Baxırıq 5-ci tapşırığa. Hər birində eyni sayda düymə olan 7 qutuda, hər birində eyni sayda olan 7 qutuda cəmi 98 düymə var. 4 belə qutuda neçə düymə var? Deməli, 98-i ilk öncə bölürük 7-yə. Bu deyilir 14 dənə. 14-ü də vururuq 4-ə. Bərabərdir. Eləyir burada deməli 56 dənə düymə olmuş olacaq. Cavab C variantı. 5-ci tapşırıqda, daha doğrusu 6-cı tapşırıqda bizə deyir ki, 4 təklik 5 onluq 4 təklik 5 onluq, yəni 54 vurulsun 6 onluq 8 təklik ədədlərinin hasili neçəyə bərabərdir? Təbii ki də 3672-yə bərabər olmuş olacaq. B variantında bizə verilmişdir. Baxırıq ikinciyə. Əkin sahəsində birinci gün 55 kiloqramlıq yeşiklərdə, ikinci gün 40 kiloqramlıq yeşiklərdə qarğıdalı yığıldı. Birinci gün 254 yeşik, ikinci gün 130 yeşik qarğıdalı yığılarsa sahədən cəmi neçə kiloqram qarğıdalı yığılmışdır? Uşaqlar, ilk öncə vururuq 55-i 254-ə vururuq, daha sonra 130-u vururuq neçəyə? 40-a. Alınan cavabı da toplayırıq. Alınan cavabı toplayandan sonra alacağıq 19170 kiloqram. Cavabımız D variantı olmuş olacaq. Burada 8-də deyir ki, bunu həll eləyək yaxşı. 8-də bizə deyir ki, A-nın yerinə hansı ədəd yazılmalıdır? Yaxşı. Burada 0, 8 dəfə 1, 5 dəfə 8, 44 yadda. 8 dəfə 1, 8, o da 4, 2, 1 yadda. 8 dəfə 2, deməli 2 dəfə 8, 16, o da 1, 17. Deməli burada olacaq 7. Cavabımız C variantı olmuş olacaq. 9-da deyir ki bizə 538 ədədi ilə bu ədədin rəqəmləri cəminin hasili hansı ədədə bərabərdir? 580, daha doğrusu üzr istəyirəm, 538-i bu ədədlərin rəqəmləri cəmi hasilinə vurmalıyıq. 5 üstə
3, 8, 8 də 8, 16. Deməli, 538-i 16-ya vuranda biz burada alacağıq 8608, yəni A variantını. Daha sonra baxırıq 10-cu tapşırığa. 10-cu tapşırıqda bizə deyir, hansı ədəd 55 ədədi ilə 309 ədədinin hasilinə bərabərdir? 55 ədədi ilə 309-u da vururuq 55-ə, cavabı da almış olacağıq 16995-ə, yəni C variantına. 11-də deyir ki, bizə bölünən. Uşaqlar, bu tapşırıqda yenə də dediyim kimi biz qalıqlı bölmə hələ keçməmişik. O yəqin ki, irəlidədir. Ona görə bu tapşırıqlara baxmıram. 12-də deyir 5 onluq 7 təklik ədədi ilə 163 ədədinin hasili hansı ədədə bərabərdir? 163-ü vurarıq 57-yə. Buradan da cavabı alacağıq 9291-ə, yəni D variantını. Baxırıq C tapşırığına. C tapşırığında deyir ki, boşluğa hansı müqayisə işarəsi yazılmalıdır? Uşaqlar, burada 234-ü vururuq 17-yə, cavabı alırıq. 98-i də vururuq 78-ə, cavabını alırıq. Burada işarə olacaq 98 vur 78 ədədi daha böyükdür. Olacaq B variantı. Hansı qismət digərlərindən kiçikdir? Uşaqlar, burada heç nə. Sadəcə 448-i 16-ya böləcəksiniz. 378-i 18-ə, 840-ı 35-ə, 864-ü 16-ya böləcəksiniz. Hansı daha kiçikdir soruşursa, burada olacaq ən kiçiyi B variantında olmuş olacaq. Özünüz baxıb həll edə bilərsiniz. Burada da tənliyi həll edin. Deməli, ilk öncə sağı həll edir. Alt dəfə 2, 12. 48-i də 12-yə bölərsiniz. Cavabı da alacaqsınız 4 dəfə. Cavabımız olacaq D variantı. 4-də bizə deyir ki, 7, 1, 6 rəqəmlərindən bir dəfə istifadə edərək yazılan ən böyük 3 rəqəmli cüt ədədi ilə 18-in hasilini tapın. Bir dəfə istifadə etməklə deyir və ən böyük 3 rəqəmli cüt ədəd istəyir. Ən böyük 7, 1, 6. Təbii ki də vururuq 18-ə. Buradan da cavabı alacağıq 12888. Cavabımız D variantı olmuş olacaq. 5-də isə bizə deyir ki, uyğunluğu müəyyən edin. Uşaqlar, 24-ü 78-ə vuracaqsınız. Deməli, 24-ü 78-ə vuracaqsınız, alacaqsınız. Deməli, 1872. Bir saniyə. 1872. İkincidə 16-nı 54-ə vuracaqsınız. Alacaqsınız 864. Daha sonra 24-ü də 30-a vurarsınız. Alacaqsınız 720. Deməli, bu formada olmuş olacaq. Cavab A variantı. 432 bölünsün 18. Bölmə əməlində böləni 2 dəfə artırsaq, qismət neçəyə bərabər olar? Deməli, 432-dir. Bölmə əməlində böləni, yəni 18-i 2 dəfə artırsaq, 432-ni bölmüş olarıq 18-ə yox, 36-ya. 2 dəfə artırsaq 36 olmuş olacaq. Buradan da deyir ki, qismət neçəyə bərabər olacaq? 1, deməli, 2. Deməli, olacaq 12. 12 olmuş olacaq. Burada da A variantında bizə verilmişdir. Baxırıq. Ambara hər birində 80 kiloqram olmaqla 234 kisə un gətirildi. Birinci gün 426 kiloqram, ikinci gün 273 kiloqram un satıldı. Neçə kiloqram un qaldı? Deməli, burada 400, deməli, onların hamısını toplayıb daha sonra 80-ə vuracaqsınız. 80-ə vuradan sonra da cavabı alacaqsınız. Cavab olacaq 18021 kiloqram, yəni A variantı. 8-də bizə deyir ki, qalıq neçəyə bərabərdir? Təbii ki də 463-ü yaxşı bölək, qalığı tapmaq üçün bölək sizin gözünüzün qabağında. Deməli, bu olacaq 4 dənə. 3 dəfə, 3 dəfə 2, 6, 3 dəfə 1, 3. Deməli, 10 bölünmür. 3-ü də gətirsək, olacaq burada. Deməli, 4 dəfə, yox, 4 dəfə yox. 8 dəfə 2, 16, 8 dəfə 1, 8, o da 1, 9. Deməli, burada da qalıq olacaq 7, yəni B variantı. Baxırıq 9-cu tapşırığa.
Deməli, deyir ki, 372 vurulsun 237 bərabərdir 8B 16A olarsa AB cəmini tapın. AB cəmini də deməli bizə deyirsə olacaq 12. AB cəmini olacaq bizdə 12. Özünüz üçün yenə də deyirəm uşaqlar, mən sadəcə yol göstərirəm. Burada asan tapşırıqlar olduğuna görə siz dayandırıb özünüz üçün ümumiyyətlə belə deyim, bu formada, baxın, bu formada siz yolunda deyim sizə, bu formada özünüz üçün ekran görüntüsü alıb, həll edib, daha sonra bir-bir oturub cavablarına yoxlaya bilərsiniz. Ona görə həll eləmək istəmirəm ki, misallar çox asan səviyyəlidir ona görə. Baxırıq digər tapşırığa. 10-cu tapşırıqda deyir 45327 ədədində təkliklər və minliklər sinfinin əmələ gətirdiyi ədədlərin hasili neçədir? Yaxşı, təkliklər sinfinə baxırıq. Deməli, nə istəyir? Təkliklər, minliklər sinfi əmələ gətirdiyi ədədlərin hasili. Deməli, 327-ni vuracaq 45-ə. 45'e vurandan sonra cavab alacaqsınız. İndi burada cavabı da 14.715 alacaqsınız. Yəni cavab B variantı olmuş olacaq. Fikrimdə tutduğum ədəd ən böyük 3 rəqəmli ədəddən, ən böyük 3 rəqəmli ədəd 999-dur. Ədəddən 85 dəfə böyükdür. 85'e vuracağıq. Fikrimdə tutduğum ədəd neçədir? Vurandan sonra da alacaqsınız 84.915, yəni C variantı. Doğru olan variantı seçin. Burada doğru olan variant 263'ü vuraq 98'e, yəni A variantı eləyəcək 25.774, yəni A variantında olmuş olacaq. Deməli uşaqlar, yenə də deyim, bu misallar çox asan səviyyəli olduğuna görə, adi vurma və bölmə olduğuna görə sizin vaxtınızı alıb uzun-uzadı həll eləmək istəmədim. Sadəcə olaraq özünüz üçün həll edib, yəni videonu dayandırıb, ekran görüntüsü alıb, özünüz üçün həll edib, daha sonra isə dediyim qaydada elədiyinizdən əmin olun, cavabı öz cavabınızla yoxlayın, görün düz alınıb, yoxsa yox. Yox, əgər hansısa misal sizə qaranlıq qalıbsa, hansısa misal sizə çatmayıbsa, rəy bölməsində yazaraq və yaxud da 050 547 42 nömrəsi ilə əlaqə saxlayaraq sualın izahını bizdən ala bilərsiniz. Eyni zamanda da WhatsApp linkini, ödənişsiz WhatsApp qrupunun linkini rəy bölməsində sizlər üçün orada sabitləyəcəm. Daxil olub suallarınızı verə bilərsiniz. Uşaqlar, bugünlük məndən bu qədər. Hələlik.